Hüceyrənin əsas enerji mənbəyi ATF molekulu. Biz bilirik ki, ATF molekulu hüceyrədə duz şəklindədir. Lakin kimyəvi tərkibinə görə nukleotit formasındadır. Hər bir nukleotit olduğu kimi ATF molekulu da adenin azotlu əsasdan və karbohidratı olan ribozadan və 3 ədəd orta fosfat turşusu qalığından ibarətdir. Və hər orta fosfat turşusu qalığı bir-biri ilə makroergik rabitə hesabına birləşmə əmələ gətirir. Bu şəkilə diqqət yetirsək, adenzi trifosfat turşusu, adenzi difosfat turşusu və adenzi monofosfat turşusu. 9-cu sinif dərslikdə demişdik bunu. Yəni azotlu əsaslardan ATF molekulunda yalnız adenin azotlu əsası var. Karbohidrat yalnız ribozadır. ATF molekulu deyərsə 3 ədəd orta fosfat turşusu qalığı, ADF deyərsə 2 ədəd orta fosfat turşusu qalığı, AMF deyərsə 1 ədəd orta fosfat turşusu qalığından təşkil olunmuşdur. Öncə biz orqanizmimizdə olan qidalı maddələri 2 qrupa bölürük mənşəyinə görə. Bitki mənşəli və heyvan mənşəli qidalı maddələr var. Daha sonra tərkibinə görə bilirik ki, üzv maddələr var, qeyri-üzv maddələr. Üzv maddələr yağlar, karbohidratlar, vitaminlər, qeyri-üzv maddələr su və mineral duzlardır. Həmin bu üzv və qeyri-üzv maddələr funksiyalarına görə 3 yerə bölünür. Energetik, inşaat və tənzimləyici funksiyası. Biz də öncədən keçmişdik ki, bilirdik ki, həm karbohidratlar, həm yağlar, həm zülal, hər üçü energetik funksiyasını daşıyır. Yəni, hər üçünün ortaq xüsusiyyəti energetik funksiyasıdır. Bu nə deməkdir? Yəni, 1 qram yağ parçalandıqda 38,9 kilojul, 1 qram zülal, 1 qram karbohidrat parçalandıqda 17,6 kilojul enerji ayrılır. Yəni, energetik funksiyası karbohidrat, yağ və zülal. Digər inşaat funksiyasını yerinə yetirirdi. Yenə karbohidrat, yenə yağ, yenə zülal. Əlavə olaraq inşaat funksiyasını da yerinə yetirir. Biz mineral duzları da misal göstərə bilərik inşaat funksiyasını yerinə yetirən. Tənzimləyici funksiyasını isə həyata keçirən yağlar bilirik ki, pi təbəqəsi əmələ gətirərək tənzimləyici funksiyasıdır. Zülallarda hormonlar tənzimləyici funksiyasını yerinə yetirir. Su özü hüceyrədə əsas tənzimləyicidir və bir də əlavə olaraq tənzimləyici olaraq mineral maddələr və vitaminləri misal göstərə bilərik. Deməli, tənzimləyici funksiyasını yerinə yetirənlər hüceyrədə yağlar, zülallar, qeyri-üzv maddələrdən su və mineral duzlar və üzv maddələrdən vitaminlərdir. Bu hissəni əzbər bilməliyik. Və ən vacib olan bizim bu reaksiyaları əzbər bilməliyik ki, ATF molekulunda 1 mol ATF molekulu 1 mol su ilə hidroliz olunduqda nə əmələ gəlir? 1 mol ADF və 1 mol H3PO4 və bu zaman neçə kilojul enerji ayrılır? 40 kilojul. Və bu dönər reaksiyadır. Oxu 2 istiqamətdə qoymaq o deməkdir ki, bu reaksiya dönər reaksiyadır. Yenidən ADF molekulu özünə 1 mol H3PO4-ü və 40 kilojul enerjidən istifadə edərək 1 mol ATF və 1 molekul su əmələ gətirə bilər. Daha sonra ADF molekulu da özü su ilə hidroliz olunaraq AMF-ə, yəni adenzi monofosfat turşusu qalığına və H3PO4 əmələ gətirir. Bax, bu reaksiyalar mütləq şəkildə əzbər və burada əsas diqqət yetirməli məsələmiz nədir? 1 mol ATF dedik ki, 1 mol su molekulu özünə birləşdirdikdə çevrildi nəyə? ADF-ə. Lakin 1 mol ATF özünə 2 molekul su birləşdirdikdə çevrilir AMF-ə və bu zaman 2 mol H3PO4 və 80 kilojul enerji ayrılır. Niyə 80 kilojul? Çünki artıq burada 2 mol sudan istifadə olundu və 2 mol H3PO4 yarandı və bu zaman 80 kilojul enerji ayrılmış olur. Və bu da dönər reaksiyadır. Və yaxud da AMF özünə 2 molekul H3PO4-ü birləşdirər və 80 kilojul enerjidən istifadə edərək 1 mol ATF və 1 molekul su əmələ gətirə bilər. Ən vacib olan reaksiyalarımızdır, əzbər bilməliyik.
Və biz bilirik ki, ATF molekulu əsasən əzəllə bir dənə ATF molekulu orqanizmdə əzəllərin 20-30 dəfə yığılmasına kifayət edir. Yadınızda qalsın, hüceyrədə ATF-in sintezi fasiləsiz gedir. Əgər ATF sintezi dayanarsa, hüceyrə məhv olmuş hesab olunur. Və ATF molekulu bilirik ki, bir hüceyrədən digər hüceyrəyə keçmir. Yəni canlıdan canlıya keçə bilməz. Bu reaksiyada sizə əzbər bilməliyik. Nə oldu? Biz bayaq dedik ki, 1 mol ADF, 1 mol H3PO4 40 kilojul enerjidən istifadə edərək ATF və su molekulu əmələ gətirər. Yəni 1 mol ADF 1 mol ATF-ə çevrilə bilər. Bu zaman nə olur? Fotosintez zamanı baş verir, bu reaksiya baş verir. Oksigensiz tənəffüs zamanı baş verir və oksigenli tənəffüs zamanı. Yəni aerob və anaerob tənəffüs zamanı baş verir. Yəni 1 mol ADF, 1 mol H3PO4 özünə birləşdirərək 1 mol ATF, 1 molekul əmələ gəlir. Bu zaman 40 kilojul enerji ayrılır. Bu hansı biosintez reaksiyalarında baş verir? Fotosintez, oksigensiz tənəffüs və oksigenli tənəffüs. Və indi əmələ gələn bu ATF nədə, hüceyrədə hansı reaksiyalara sərf olunur? Böyüməyə, hərəkətə, biosintezə, aktiv daşınmaya, sinir oyanmalarına, əzələ hüceyrələrinin yığılmasında iştirak edir. Bunu da əzbər bilək. Əmələ gəlir bu proseslərdə, istifadə olunur digər proseslərdə. Bunları da əzbər bilək. Digər bu çalışmaya baxmaq istəyirəm. Sxemdə göstərilən reaksiyalarda ikinci fermentin quruluşunda dəyişiklik baş vermişdir. İkinci fermentin quruluşunda dəyişiklik baş veribsə, hansı maddələrin sintezi pozular? Bizim birinci fermentlə işimiz yoxdur. Birinci fermentdə çünki dəyişiklik baş verməyib. Əgər ikinci fermentdə ikinci fermentdə dəyişiklik baş veribsə, deməli Y maddəsində də, F maddəsində də nə edir? Bu dəyişiklik baş verə bilər. Dəyişiklik ilə əlaqədar olaraq hansı maddələrin sintezi pozular? Y və F maddələrin sintezi pozular. Çünki əvvəldən, başlanğıcdan artıq burada dəyişiklik baş veribsə, bu dəyişiklik digərlərinə də nə edə bilər? Təsir edə bilər. Doğru cavab A variantıdır. Burada isə rahatdır. Yəni karbon qazı və sudan istifadə edərək bitkilər bilirik ki, fotosintez həyata keçirir, istehsalçıdır və fotosintez zamanı həyata keçirir, istehsalçıdır. Məməli heyvanlar və yaxud da heterotrof orqanizmlər istehlakçıdır. Və bu zaman qida maddəsi qlükoza və oksigendən istifadə edir və bir də nədir? Burada nəyi göstərir? Məməli heyvanların həmən o tənəffüs zamanı bu baş verir. Yadınızda qalsın. Bax, burada məsəl üçün qidanı göstəribsə, bu birinci sxemdə hansı proses baş verir? Tənəffüs zamanı isə üzüm maddələrin oksidləşməsi prosesi baş verir. Digərinə baxaq, məsələlərə baxaq. ATF molekullarının AMF parçalanması zamanı 160 kilojul enerji ayrılmışsa, neçə molekul orta fosfat turşusu qalığı alınır? Biz bayaq dedim ki, bu reaksiyalar əzbər. Biz dedik ki, 1 mol ATF molekulu 1 mol AMF parçalandıqda 2 mol H3PO4 olunurdu və bu zaman 80 kilojul enerji ayrılırdı. Əgər 160 kilojul enerji ayrılmışdırsa, bilmirəm nə qədər orta fosfat turşusundan istifadə edib, amma bilirəm ki, 80 kilojul enerji ayrıldıqda 2 mol orta fosfat turşusundan istifadə etmiş olar. Ona görə də 160-ı vurarsınız 2-yə, bölərsiniz 80-ə, cavab nə alınarsa, o qədər orta fosfat turşusu hesab olunur. Bu 160-dan da bu sıfırları geçsək, 16-yı 2-yə vurarıq 8, 8-i də 32, 16-yı 2-yə vurarıq 32, 32-yi də 8-ə bölərik, eləyər 4 mol orta fosfat turşusu qalığı. Digərinə baxaq, ATF molekullarında 4 makroergik rabitə olarsa, onlarda neçə riboza var? Yəni riboza ATF molekulunda olan karbohidrat hissəni soruşur. 4 makroergik rabitə varsa, biz bilirik ki, bir ATF molekulunda 2 ədəd makroergik rabitə var. Əgər 4 ədəd makroergik rabitə varsa, neçə mol mənim ATF-im var? 2 mol ATF əmələ gəlir. 4-ü bölərəm 2 mol ATF və bir ATF-də də
1 ədəd riboza var, 1 ədəd adenin azotlu əsas var, 3 ədəd orta fosfat turşusu qalığı var. Əgər 2 mol ATF-in varsa, bu deməkdir ki, 2 mol riboza var, 2 mol adenin azotlu əsası var və 6 mol H3PO4 var. Bizdən də riboza soruşulduğuna görə doğru cavab 2 etmiş olar. Digər reaksiyamız energetik mübadilənin mexanizmidir. Energetik mübadilə əsas bizə lazım olan hissələr 3 mərhələdə gedir orqanizmdə. Hazırlıq mərhələsidir, oksigensiz mərhələdir və oksigenli mərhələdir. Hazırlıq mərhələsi, oksigensiz mərhələnin başqa bir adı da glikolis mərhələsidir. Digər mərhələmiz isə oksigenli mərhələdir və oksigenli mərhələni də başqa cür hüceyrə tənəffüsü də adlandırılır. Niyə hüceyrə tənəffüsü adlandırılır oksigenli mərhələ? Çünki oksigenli mərhələdə mitoxondriləri də getdiyinə görə. Biz də bilirik ki, hüceyrənin tənəffüsünü təmin edən orqanoid mitoxondri orqanoididir. Bu reaksiyaya diqqət yetirək. Bu ümumiyyətcə qrafikə. Bilirik ki, bitkilər neyinir? Fotosintez nəticəsində günəş enerjisindən istifadə edərək qlukoza və nişasta əmələ gətirirlər. Həmin bu hazırlıq mərhələsində həzm kanalı olan canlılarda təbii ki, məsəl üçün, hazırlıq mərhələsi nəticəsində mürəkkəb maddələr sadə maddələrə, yəni monomerlərə parçalanır. Məsəl üçün, karbohidratlar nişastadırsa qlukozaya parçalanır, zuallar amin turşularına, yağlar yağ turşularına və qliserinə və yağ turşularına parçalanır. Nukleotidlər nuklein turşuları nukleotidlərə parçalanır, yəni monomerlərinə. Bunu yadımızda saxlayaq. Hansı mərhələdə olar? Hazırlıq mərhələsində. Həmin hazırlıq mərhələsində, məsəl üçün, heyvan göstərilib burada. Heyvanda dedik ki, onlar otla qidalandı, nişastanı qəbul etdi. Nişasta həzm kanalında qlukozaya parçalandı və bu hazırlıq mərhələsidir. Həmin bu qlukoza daha sonra daxil olur energetik mübadilənin ikinci mərhələsinə. Energetik mübadilənin ikinci mərhələsində qlukoza burada glikoliz yolu ilə, yəni oksigensiz, oksigenin iştirakı olmadan qlukoza özünə 2 mol ADF, 2 mol H3PO4-ü birləşdirərək əvvəlcə piro üzüm turşusuna, daha sonra isə süd turşusuna parçalanır. Bunu yadımızda saxlayaq. Bu zaman 2 mol ATF, 2 mol da su əmələ gəlmiş olar. Əzbər. Bu reaksiyanı əzbər bilməliyik. Deməli, hazırlıq mərhələsində yaranan qlukoza ikinci mərhələdə, oksigensiz mərhələdə və yaxud da glikoliz mərhələsində neynədir? Glukoza özünə 2 mol ADF, 2 mol H3PO4 birləşdirərək 2 mol süd turşusuna, 2 mol ATF və 2 mol suya parçalandı və bu zaman əmələ gəlir 200 kilojul enerji. Bu zaman 200 kilojul enerji ayrılır. Həmin bu 200 kilojul enerjinin 80 kilojulu ATF şəklində toplanır hüceyrədə və bunun 120 kilojulu isə istilik şəklində ətrafa yayılır. Əzbər bilməliyik. Deməli, glikoliz mərhələsində neçə kilojul enerji yarandı? 200 kilojul. Bu 200 kilojul enerjinin 80% ATF şəklində və yaxud da 20% istilik şəklində ayrıldı. Və yaxud da faizlə də deyə bilərik və yaxud necə deyə bilərik? 200 kilojul enerjinin 40% ATF şəklində toplandı, 60% isə istilik şəklində ətrafa yayıldı. Digər bu üçüncü mərhələ isə oksigenli mərhələdir və yaxud da hidroliz adlanır və yaxud da hüceyrə tənəffüsü mərhələsi də adlanır. Oksigenli mərhələnin baş verməsi üçün bu mitoxondrdə baş verir. İndi bəzi, məsəl üçün, burada əlavə deyim ki, bakteriyalar